Milli Məclisin deputatından şok bir təklif. Belə ki, deputat Ermənistanla dəmir yolları xəttini bərpa etməyi təklif edib. Gündəm xəbərin efirində 2 fevral tarixli və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, deputat Milli Məclisin Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bugün keçirilən plenar iclasında çıxış eləyib. Müsavat.com məlumatına əsasən o yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı bir sıra vacib məsələlərdən danışıb. Deputat əvvəlcə dövlətlərarası əməkdaşlığa verdiyi töhfəyə görə spikeri öz təşəkkürünü bildirib. Qüdrət Həsənquliyev daha sonra isə bildirib, bizim qanunvericilikdə Ermənistan aramızda olan 44 günlük savaş Vətən müharibəsi kimi tanınır. Konstitusiyaya görə sülh sazişinin imzalanması üçün Milli Məclisin razılığı lazımdır. Artıq ötən ilin avqust ayında ilkin sülh sazişi imzalanıb, həm də sülh sazişi paraflanıb. Ona görə də sülh sazişinin məhz parlamentdə müzakirə olunmasına ehtiyac var. Ona görə də bunun İşlər planına daxil edilməsini təklif edirəm. Həm də diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır. Azərbaycan özü Ermənistana yanacaq satır. Məhz prezidentin sülhə, regional təhlükəsizliyə verdiyi töhfəyə görə o, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən nüfuzda Zayed İnsan Qardaşlığı mükafatına da layiq görülüb ki, bu günlərdə də onun təntənəli təqdimat mərasimi olacaq. Deputat əlavə eləyib ki, əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, Azərbaycandan da Ermənistana Qazaxdan keçən, o cümlədən Sədərəkdən İrəvana gedən dəmir yol xəttini biz özümüz bərpa eləyə bilərik. Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılmasından söhbət gedir. Naxçıvanın sürətli inkişafını təmin etmək üçün Naxçıvana dəmir yolu xətti olmalıdır. Dəmir yolu ilə yüklər daşınmalıdır və biz də Ermənistan üzərindən Naxçıvana yük daşıya bilməliyik. Zəngəzur dəhlizinin, yəni TRIP layihəsinin həyata keçirilməsi üçün cənab prezident söylədi ki, 3 il vaxt lazımdır. Bundan başqa Qarsdan, yəni Türkiyədən Naxçıvana çəkilən dəmir yol xətti də təqribən bu qədər vaxt alacaq. Amma biz Ermənistanla dəmir yol xəttini qısa bir müddətdə bərpa edə bilərik və düşünürəm ki, hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bundan başqa, Azərbaycanda sülh sazişinin imzalanmasına sadiq olan indiki hakimiyyətə öz dəstəyini ifadə eləyib. Qeyd eləyək ki, əslində bu xəttlərin açılması onlara yanacaq satılması imkanı verir ki, Ermənistanda həm də yanacağın qiyməti aşağı düşsün, özü də əhəmiyyətli dərəcədə 15%-dən 20%-ə qədər. Əgər belə bir işlər görülürsə, o zaman düşünürəm ki, biz Ermənistandan tələb edə bilərik ki, Ermənistan əgər öz üzərinə öhdəlik götürərsə, o gələcəkdə öz konstitusiyasını dəyişəcək və orada Azərbaycana qarşı ərazi iddiası kimi qəbul olunan müddəaları çıxaracaq. Onda biz konstitusiya dəyişikliyini gözləmədən Ermənistandakı növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər sülh sazişini imzalaya bilərik. Bu da sülhə və sülhpərvər qüvvələrin Ermənistan dövlətini, xalqını təmsil etməsinə geniş imkanlar yaradar, deyə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev açıqlamasında bildirib.